Və izə vaqa'al qawlu aleyhim əxrəcna ləhum dabbətən minəl ard. Allahın vədə verdiyi söz yerinə yetdiyi zaman deyir, biz yerdən bir dabbətul ard ki, bizim kitablarda, tərcümələrdə bir məxluq çıxaracaq deyirlər. Dabbə nədir? Bu günləri siz tərcümələrə baxın, təfsirlərə baxın. Dabbə sözü ərəb dilində dabbə sözü çox vaxt indi müasir dildə heyvan mənasında tərcümə olunur. Heyvan mənası. Biz ona görə də bəzi müfəssirlər deyiblər ki, axirət zamana az qalmış, haman o günü Allah yerdən bir əcaib bir heyvan çıxardacaq. Heyvanın başını da təfsir ediblər, əli belə, ayağı belə, bədheybət bir heyvan olacaq, falan olacaq. Biz onunla indi işimiz yoxdur. Bu günləri müsəlmanların bir hissəsi haman bu məxluqa heyvan deyir. Deyir, o heyvan olacaq. Bəziləri mələk deyib. Allah mələk göndərir. Dabbə sözü ərəb dilindən Azərbaycan dilinə tərcümə ediləndə, bax, məxluq kimi bizim kitablarda tərcümə olunur. Bəziləri müasir istifadəyə görə heyvan deyib ona. Lakin ərəb dilində açıq tərcümədə dabbə sözü kullu mən dəbbə aləl ard. Hər bir varlıq ki, yerə qədəm qoyur. Hər bir varlıq ki, yer üstündə. Bax, quşlar ki, qanat salıb uçurlar, onlara dabbə demək olmaz. Onlar quşdan başqa yerdə nədir? Ayaq qoyub gəzən heyvana da, insana da, hər cinnə də, həşərata da nədir? Dabbə demək olar. Çünki onlar nədir? Yer üzündə qədəm qoyub yeriyənlər, sürünənlər, bütün bunlar bu cürdür. Bu günləri dabbə heyvana da deyilir. Dabbə cəmi dəvab olaraq həşərata da deyilir. Çünki bəzi xəbərlərdə var ki, insan qəbrə qoyulandan sonra tə'kuluhu dəvab. Onu nə eləyər? Dabbələri. Yəni həşərat. Bizim bədənimizi nə yeyir? Həşərat yemir. Ancaq heyvan yox, həşəratlara da dabbə demək olar. Ümumi lüğəti mənada insan da bu yer üzündə qədəm qoyub yeriyənlərdən olduğu üçün ona da dabbə demək olar, ya demək olmaz. Ondan əlavə, Quran-ı Kərimdə ayələrdə Allah deyir, "Ma min dabbətin illa və alallahi rizquha." Bu dabbə deyilən yer üzündə yeriyən hər bir varlığın ruzisi Allahın öhdəsindədir. Hər bir varlığın. Dabbə burada hər bir, yəni insanın da, heyvanın da, cinnin də, nə bilim həşəratın da, hamının ruzisi kimin öhdəsindədir? Allahın öhdəsində. Hətta peyğəmbərlərdən biri, Hud peyğəmbər məsələn, özü Allah onun dili ilə Quran-ı Kərimdə danışır ki, onu hədəliyirlər, səni öldürəcəyik. O deyir, siz məni öldürə bilməyəcəksiniz. Ma min dabbətin illa elə bir yer üzündə olan varlıq, yer üzündə yeriyən bir varlıq yoxdur ki, onun əmri Allahın əlindədir. Yəni, ölüm əmri Allah onlara deyir ki, siz məni öldürə bilməyəcəksiniz. İndi ayənin məzmununu dedim sizə. Axidun binasiyetiha. Allah onun idarə etməsi Allahın əlində. Sən mənsə hədəli, mən səni öldürəcəm. Yox. Allah istəməsə sən məni öldürəməz. Demək, burada ayələri mən qısa deyirəm, rəqəmlərini də demirəm, çünki vaxt çox götürür. Hud peyğəmbər özü ölümlə hədələnəndə özünü dabbə kimi eləyib təqdim edir. Və dabbə insan ola bilər. Düzdür. İndi gələk, demək Allah deyir, mənim vədəm yerinə yetən zaman biz yerdən bir dabbətul ərd, bir dabbətul ərzı çıxaracaq, bir varlıq çıxaracaq. İndi müsəlmanların bir qismi deyir ki, o heyvandır. Heyvan ayağı bu uzunluğunda, başı bu boyda, nə bilim qıçı bu boyda. Yaxşı, bu əgər heyvandırsa, axı ayədə deyir ki, bu çıxandan sonra onlarla nə eləyəcək? Danışacaq. Danışanda da nə deyəcək onlara? Siz bizim ayələrimizi təksib edirdiniz. Belədir. Allahın izni ilə bu deyəcək ki, siz bizim, yəni Allahın ayələrini təksib ediyoruz. Deməz bu. İndi bu danışan heyvana daha yaxındır ya insana daha yaxındır. Təbii ki, insana, çünki danışmaqlıq insana məxsus olan bir nədir? Keyfiyyətdir. Bəli, ümumi mənada deyə bilərsiniz ki, Allah qüdrət sahibidir, Allah heyvana da desə danışacaq. Mənim ondan işim yoxdur, amma ayə gəlin indi möcüzə ilə işimiz yoxdur. Allah deyir, mən bir varlıq çıxaracağam, o varlıq insanlarla danışacaq və danışdığında da sözü bu olacaq ki, ənnən nəsə kanu bi ayatinə la yuqunun. İnsanlar Allahın ayələrinə iman gətirməmişdilər, yəqinləri yoxdur. Təkzib edirdiniz ayəni. Ay canım, gəlin bura, hesab vaxtıdır da, siz Allahın ayələrini inkar edirdiniz. Özü də baxın, söhbət kimlərdən gedir burada?
Ancaq Allahı dananlar, iman gətirməyənlər, Allah ayələrini təkzib edənlərə bu müraciət olacaq. Qiyamət günündə isə hesab kitab həm mömin üçündür, həm kafir üçün, həm fasik üçün. Hamı bir yerdə olacaq, belə deyil. İndi gəlirik bura. O dabbətül ardın insan olma ehtimalı ayənin özündə də görünür. Çünki danışacaq. Belədir. Gələk biz hədislərə, təfsirlərə də başvuru eləsək, bilmək istəsək, en qədər hədisimiz var ki, dabbətül ard insandır. Bəs kimdir o dabbətül ard? Kimdir haman o məxluq, o varlıq? Biz Əhl-i Beyt əqidəsində hədislər deyir ki, haman qiyamət günündən qabaq və İmam Mehdinin zuhurundan sonra çıxan, haman yerdən çıxan o varlıq dabbətül ard Həzrəti Əli əleyhissalatu vesselamdır. Həzrəti Əli əleyhissalamdır. Bu günləri dabbə kəlməsini heyvan kimi təfsir edənlər deyirlər ki, şiələr Həzrəti Əlini təhqir edirlər, ona heyvan deyirlər. Allah orada deyir, heyvan çıxaracaq, siz deyirsiniz Həzrəti Əlidir o. Amma qaldı ki, bu insanlar həqiqətən də onun lüğəti mənasını başa düşməyiblər. İkinci də məntiqdə insanın tərifi nədir ki? Heyvanun natiq. İnsan, heyvanla müştərək cəhətləri var, amma insanla heyvanı fərqləndirən insan heyvanun natiq. Nitqə gələn nədir? Məntiq bu Aristotel insana tərif verəndə məntiq kitabında yazır Əl-insanu heyvanun natiq. İnsan danışan nədir? Heyvandır. Heyvan sözü nədir ki? Allah demir ki, ahirət həyatı heyvan deyən həyat. Heyvan həyat sözündəndir də. Heyvan həyat sözündəndir. İndi ondan işim yoxdur. İnsan nitqə gələn heyvandır. Nitq bu adi nitqdən söhbət gedir. Yəni məntiqli insandır, düşünən varlıqdır. Ağlı və dərrakəsi olan varlıqdır. Bu məntiq elmdir. Onun işim yoxdur. Ona görə də bizim əqidədə haman o gün çıxacaq insan kimdir ki, insanlara deyəcək, siz Allahın ayələrinə iman gətirmirdiniz, təksib edirdiniz. Kim olacaq? Həzrəti Əli əleyhissalam.